Ən çox düşməni olan 5 bürc. Əkizlər bəzən sözü üzə dedikləri üçün ətrafda xoş qarşılanmır və özünə düşmən qazanır. Əkizlər ikinci sırada. Çünki insanlar həqiqətləri deyəni yox, saxtakarları daha çox qiymətləndirir. Özündən başqa hər kəsə dəyər verən, fədakarlıqda tay bərabəri bilinməyən biri varsa, bu da qız bürcüdür. Qız bürcü 4-cü sırada. Dost bilib əhatəsini aldığı insanlar hər zaman onlara zərbə vurur. Nə bilərdi ki, qardaş dedikləri oğra çıxacaq. Əhatəsində 10 nəfərdən 9-u düşmən olan biri varsa, şübhəsiz ki, bu şir bürcüdür. Tir bürcü 3-cü sırada. Nə etmək olar ki, bu insanlar ürək təmizliyinə görə dostu düşməni seçə bilmir. Biraz araşdırsan, görərsən ki, üzdə dost olub, arxadan zərbə vuranların sayı hesabı yox. Olcaların üzünə dost deyənlər həmişə quyusunu qazır. Dolça bürcü 5-ci sırada. Düşmən ocaq başındadır məsəli dolçalara aiddir. Bəsdir bu qədər insanlara güvənib yaxına buraxdığınız. Hər kəsdən uzaqlaşıb, tənhalığı özünə dost seçmiş biri varsa, əmin olun ki, bu qoç bürcüdür. Qoçlar 1-ci sırada. Onlar hər kəsin xoş olsun deyə deyil, öz hisslərini ifadə etdikləri üçün bəzən cəmiyyət tərəfindən bəyənilmir.